Aziz qonaqlar, mən sözü millət vəkilimiz, gənclərimizin dostu, Milli Məclisdə Təhsil Komissiyasının üzvü və hər zaman sosial şəbəkədə fəxrlə izlədiyimiz Ceyhun müəllimi səhnəyə dəvət edirəm. Həqiqətən də millət vəkili kimi hər zaman təhsilin, hər zaman nəsiyyətin və hər zaman gənclərimizin yanında olmuşdur. Ceyhun müəllim, sizi xoş gördük məktəbimizdə. Buyurun, səhnə sizindir müəllim. Hörmətli Samir müəllim, əziz və dəyərli şəhid ailələri, əziz müəllimlər, bizim məzun balalarımız. Mən də hər birinizi təbrik edirəm. Düşünürəm ki, bugün biz bir bayrama toplaşmışıq. Bugün bizim həm müəllimlərimiz sevinir. Ona görə sevinirlər ki, onların yetişdirdikləri, tərbiyə verdikləri, bilik verdikləri gənclər məzun olur. Eyni zamanda valideynlərin arzularından biri həyata keçir. Onların övladları məktəbi bitirirlər. Eyni zamanda bizim balalarımız da həyatlarında növbəti bir mərhələyə qədəm qoyurlar. Və bugün biraz bundan əvvəl Samir müəllim qeyd etdi. Mən düşünürəm ki, bizim övladlarımız, bizlər çox şanslıyıq. Ona görə ki, biz torpaqlarımızı azad etmişik. Uzun illər bizim hər birimizin ən böyük arzusu o idi ki, Qarabağ azad olunsun. Biz məktəblərimizdə işğal günlərini qeyd edirdik və yekunda deyirdik ki, kaş o gün gəlsin, biz bu torpaqları azad edək. Bugün çox sevindiricidir, qürur vericidir ki, sabah həm də işğaldan azad olunmuş ərazilərdə son zəng keçiriləcək. Orada da bizim məktəblərimiz fəaliyyət göstərir, orada da bizim övladlarımız təhsil alır. Dünyada elə bir ölkə yoxdur ki, savada, biliyə önəm vermədən inkişaf edə bilsin. Dünyanın ən güclü ölkələri təhsilə önəm verən ölkələrdir. Bəli, bugün biz qalib xalqıq. Bugün biz qələbəmizi təmin etmişik. Amma bugün bizim qarşımızda duran ən vacib vəzifələrdən biri sağlam, bilikli, savadlı gəncliyin yetişdirilməsidir. Yalnız savadlı, bilikli deyil, həm də bizim milli mənəvi dəyərlərimizi mənimsəyən, onları gündəlik həyatlarında yaşayan, dürüst, vicdanlı, insaflı bir gəncliyin yetişdirilməsidir. Bəli, savad önəmlidir, bilik önəmlidir, amma hər şey deyil. Savadla, biliklə yanaşı əxlaq olmalıdır, dürüstlük olmalıdır, mənəviyyat olmalıdır. Bugün hər bir Azərbaycan vətəndaşının, övladının təhsilinə, biliyinə önəm verməsi bu çox qürur vericidir. Bizim bütün valideynlərimiz bugün həyəcanlıdırlar ki, onların övladları hansı universitetlərə qəbul olunacaqlar. Bu önəmlidir. Ancaq mən bir daha onun üzərində dururam ki, biz həm də tərbiyə önəm verməliyik. Bizim dəyərlərimizi qoruyan, təbliğ edən gənclik yetişdirməliyik. Çünki bugün çox çətin bir mərhələyə, çətin bir dövrə qədəm qoymuşuq və o mənada güclü olmalıyıq. Bəlkə də tarixdə xalqımız qədər faciə yaşayan, müsibət yaşayan ikinci bir xalq yoxdur. Biz çox soyqırımlar gördük. Biz çox işğallar gördük. Amma bunların bir də baş verməməsi üçün bu gənclikdən bizim gözləntilərimiz çoxdur. Bugünün gəncləri gələcəyin idarəçiləridir. Onlar sabah müəllim, həkim, millət vəkili, rektor, müxtəlif vəzifələrdə çalışacaqlar. Və o mənada onların düzgün tərbiyə almaları, onların düzgün yolda olmaları çox önəmlidir və düşünürəm ki, bugün bax bu məktəbin də əsas hədəf və məqsədlərindən biri də budur. Samir müəllimi mən bir vətənpərvər, yüksək əxlaqi keyfiyyətlərə malik bir insan kimi tanıyıram və düşünürəm ki, məktəbin rəhbəri necədirsə, məktəb də elə fəaliyyət göstərir. Çünki müəllimlik, direktorluq bu tamam fərqli bir peşədir. Bura sən ürəyini qoymalısan. Sən şagirdlərinə öz övladın kimi baxmalısan. Öz övladın qədər onlara dəyər verməlisən. Və o mənada biz
qarşımızdakı insanları öz yerimizə qoymağı bacarsaq, şagirdlərə öz övladımız kimi baxsaq, müəllimlərə öz ailələrimizin bir üzvləri kimi baxsaq, bizim bir mənalı olaraq nəticələrimiz daha çox olacaq və hesab edirəm ki, bax, bugün biz belə bir nümunəni görürük. Mən təbrik edirəm, həm valideynləri təbrik edirəm, həm müəllimləri təbrik edirəm, bizim gözəl balalarımızı təbrik edirəm. Unutmayın ki, sizin ən dəyərli sərvətiniz əldə etdiyiniz bilik və əxlaq olacaq. Sizin bir yolunuz var, o da savadlı olmaq, bilikli olmaq, başqa yol yoxdur. Eyni zamanda intellektual səviyyəni yüksəltmək, zəngin dünya görüşünə malik olmaq. Çünki bir daha qeyd edirəm, gələcəkdə bizim ölkəmizin qarşısında çox böyük bir missiyalar var, hədəflər var. Və bunların həyata keçirilməsi də, əziz balalar, əziz gənclər, sizlərdən asılıdır. Və mən eyni zamanda fürsətdən istifadə edib bizim fədakar müəllimlərimizə təşəkkürümü bildirirəm. Azərbaycan müəllimi çox fədakardır. Azərbaycan müəllimi çox zəhmətkeşdir. Bu dünyada ən müqəddəs peşə müəllimlikdir. Eyni zamanda ən çətin peşə də müəllimlikdir. Və müəllim olmaq asan bir iş deyil. Onları da təbrik edirəm. Onlara da təşəkkürümü bildirirəm ki, savadlı gəncliyin yetişməsi üçün çalışırlar. Eyni zamanda mən fürsətdən istifadə edib Azərbaycan valideynlərinə təşəkkürümü bildirirəm ki, gecə-gündüz çalışırlar ki, onların övladları savadlı olsun, bilikli olsun, mənəviyyatlı olsun və eyni zamanda bizim balalarımıza da mən düşünürəm təşəkkür düşür ki, onlar valideynlərinin arzularını həyata keçirirlər və onların bu əməyini yüksək qiymətləndirirlər. Bir daha təbrik edirəm, bir daha hər birinizə uğurlar arzulayıram və eyni zamanda arzuluyuram ki, müəllimlərinizlə, məktəbinizlə əlaqəni kəsməyəsiniz. Çünki bura həm də sizin böyüdüyünüz, tərbiyə aldığınız yerlərdən biridir. Bir daha təbriklər, bir daha uğurlar. Sağ olun. Təşəkkür edirik Ceyhun bəy. Çox sağ olun dəyərli fikirləriniz üçün.